Salam, hər vaxtınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Milyardlar qazanır. İndi isə daha ətraflı. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Xocalı rayonunun Seyidbəyli, Daşbulaq və Badara kəndlərinə səfər edib. Dövlət başçısına kəndlərdə görülmüş yenidən qurma və bərpa işləri barədə ətraflı məlumat verilib. Qeyd edək ki, hər üç kənd Seyidbəyli, Daşbulaq və Badara 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin nəzarətinə qaytarılıb. Bu ərazilərdə qısa müddət ərzində sosial infrastrukturun yenidən qurulmasına start verilib. Seyidbəyli kəndində 30 kilometrlik elektrik xətti bərpa edilib, 2 transformator quraşdırılıb, qaz və içməli su xəttləri yenilənib, su anbarı və subartezan quyusu bərpa olunub. Kənddə bayraq meydanı salınıb, yollar asfaltlanıb, 140 evdən 10-u bərpa edilib. İlin sonuna kimi 44, 2026-cı ildə isə 64 evin istifadəyə verilməsi planlaşdırılır. Kəndə 9 ailə 31 nəfər köçürülüb. Daşbulaq kəndində 20 kilometrlik elektrik və qaz xəttləri, su anbarı və subartezan quyusu bərpa olunub. 8 kilometrlik yeni qaz xətti çəkilib. Rabitə xəttlərinin layihəsi təsdiqlənib və tikinti işlərinə hazırlıq gedir. Burada da park və bayraq meydanı yaradılıb, yollar asfaltlanıb. 195 evdən 15-i bərpa olunub. İlin sonuna dək 58, gələn ilin isə 83 evin istismara verilməsi nəzərdə tutulur. Kənddə artıq 14 ailə 72 nəfər məskunlaşıb. Badara kəndində elektrik və qaz xəttləri bərpa olunub, transformator qurulub, sayğaclaşdırma işləri aparılıb, yeni qaz xətti çəkilib, rabitə xəttləri üçün dirəklər bastırılıb, kabel çəkilişi davam etdirilir. Kənddə park və bayraq meydanı yaradılıb, yollar asfaltlanıb, 313 evdən 15-i artıq bərpa olunub. Cari ildə 115, 2026-cı ildə isə 128 evin bərpası nəzərdə tutulur. Bugünə qədər Badaraya 14 ailə 55 nəfər köçürülüb. Bu səfər bir daha Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sürətli bərpası və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində dövlət siyasətinin davamlı və məqsədyönlü həyata keçirildiyini nümayiş etdirir. Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Bu fikirləri Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşa kəndlərinin sakinləri ilə görüşü zamanı deyib. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasaz, müharibə qaçılmazdı. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq. Amma bizim iradəmizi düzgün hesablaya bilməmişdilər. Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta 2-ci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin Azərbaycan qanunlarına tabe olun. Gəlin Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın. Sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm də siyasi təxribatlar, yekəxanalıq və faktik olaraq mənfi münasibət özünü göstərdi. Ona görə 19-20 sentyabr antiterror əməliyyatı onlara dərs oldu və hamıya dərs oldu. Cəmi bir neçə saat davam edən hərbi əməliyyat separatçıların kökünü kəsdi və onların ümid bağladıkları yerlər də səssiz qaldı. Çünki Azərbaycan ordusu qarşısında heç kim dura bilməzdi. Azərbaycan xalqı qarşısında heç kim dura bilməzdi. Ona görə də biz haqlıyıq. Bugün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə ihsan etmişlər. Biz isə qrup yaradırıq, deyə dövlət başçısı vurğulayıb. Bugün Bakının erməni bolşevik birləşmələrinin işğalından azad olunmasının il dönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik daşnaq işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. 1918-ci ilin sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik daşnaq işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni bolşevik işğalından azad edilməsi 20-ci əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi Bakı və ətraf rayonlar erməni bolşevik işğalı altında idi.
Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbaycanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədi ilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni bolşevik işğalından azad olunmasının 107-ci il dönümü ilə bağlı Azərbaycanı təbrik edib. Bu barədə Nazirliyin X hesabında yazılıb. Bakı şəhərinin düşmən işğalından azad edilməsinin 107-ci il dönümü mübarək olsun. Nuru Paşanı və onun komandanlığı altındakı Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, minnətdarlıq və ehtiramla yad edir. Azərbaycan türkü qardaşlarımızı bu xüsusi gün münasibəti ilə səmimiyyətlə təbrik edirik deyə paylaşımda qeyd olunub. Vurğulanıb ki, Türkiyə 107 il əvvəl olduğu kimi bu gün də Azərbaycanla bir ürək, bir yumruq kimi qalmağa davam edəcək. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bugün Kompleks Təhlükəsizlik və Dayanıqlılıq 2025 beynəlxalq konfransında bildirib. Mən Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün tanıdım. Başqa yol sadəcə yox idi, o qeyd edib. Baş nazirin sözlərinə görə Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-i Vaşinqtonda paraflanmış sülh sazişi sayəsində daha da möhkəmlənib. Davam edirik. Qərbi Azərbaycan əyalətinin Urmuş şəhərində Təbii Sərvətlər Nazirliyinin 2 əməkdaşına ağır həbs cəzası verilib. Bu haqda əyalətin baş hakimi Nasir Ətabati məlumat yayıb. Onun sözlərinə görə korrupsiya və dövlət vəsaitini mənimsəməkdə günahlandırılan 2 məmurun hər biri 20 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya bulaşmış ölkələr arasındadır. Təşkilatın 2024-cü il hesabatına əsasən dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 23 balla 151-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur. Xuzistan əyalətinin Əhvaz şəhərinin Sepidar həbsxanasında Seyid Cavad Mürtəzəvi adlı din xadimi edam edilib. Bu haqda yerli mənbələr məlumat yayıb. Milliyyətçə sənəndən kürd olan Mürtəzəvi Behbahan şəhərində nikahın qeydiyyatı şöbəsinin müdiri olub. Onun neçə il siğə etdiyi katibəsi ailə qurduqdan sonra Seyid Cavad Mürtəzəvi katibəsinin Hüseyn Xələfi adlı həyat yoldaşının iş yerinə çağırıb. Onun içəcəyinə dərman qataraq yatızdırıb və sonra bıçaqlayaraq öldürüb. Məlumatda bildirilib. İran məhkəməsi hələlik məlumatı rəsmi şəkildə təsdiq etməyib. İranın Şiraz, Səbzvar, Məşhəd, Əhvaz, Qum, Həmədan, Yəsuc, Rəşd və Xürəmabad şəhərlərinin həbsxanalarında 16 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 933-ə çatıb, onlardan 26-sı qadındır. Ötən təhsil ilində İranda 750 min şagirdin təhsili müxtəlif səbəblərdən yarımçıq qalıb. Bu haqda Tehran Dəftərxana Ləvazimatları İttifaqının başçısı Möhsün Gülüstani məlumat yayıb. O, şagirdlərin təhsillərinin yarımçıq qalmasının əsas amilinin yoxsulluq olduğunu deyib. Yoxsulluq və təhsil xərclərinin artması şagirdlərin məktəbi buraxmalarına səbəb olan amillər arasında birinci yeri tutur. Həmin şagirdlərin 150 mininin 1-5-ci siniflərdə oxuduqları bildirilib. Xəbərlərimiz davam edir. Amerikanın energetika naziri Chris Wright bildirib ki, İranın nüvə proqramı, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir. O bunu Viyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin illik konfransında deyib.
Əgər bu əvvəllər kifayət qədər aydın olmayıbsa, Amerikanın İranla bağlı mövqeyini təkrarlayıram. İranın silah yaratmağa aparan nüvə yolu, o cümlədən uranın zənginləşdirilməsi və plutonium emalı üzrə bütün obyektlər tamamilə ləğv edilməlidir, deyə Wright vurğulayıb. İran təhlükəsi İsraildən kənarda Körfəz və Avropaya da yayılır. Bunu Amerika dövlət katibi Marco Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransına deyib. Rubio Vaşinqtonun İrana maksimum təzyiqi davam etdirəcəyini deyib. Amerika dövlət katibi Tehranın təhdidinin İsraildən kənara, Körfəzə və hətta Avropaya da yayıldığı barədə xəbərdarlıq edib. O, Amerikanın İsrailə dəstəyini davam etdirəcəyinə söz verib. İran təhlükəsi İsraildən kənarda, Körfəz və Avropaya da yayılır. Biz İrana maksimum təzyiqlə davam edəcəyik. İran regionun və Avropanın sabitliyinə təhlükə yarada biləcək uzaq mənzilli raketlərə malikdir. Avropalı müttəfiqlərimizi İrana qarşı sanksiyalar tətbiq etməyə təşviq edirik, deyə Rubio qeyd edib. O bildirib ki, Həmas regional sülh və təhlükəsizliyə təhdid yarada biləcək silahlı qüvvə kimi məhv edilməlidir. Həmas artıq silahlı bir element kimi mövcudluğunu davam etdirə bilməz. Rubio Qəzzada bütün İsrailli girovların azad edilməli olduğunu əlavə edib. Amerika prezidenti Donald Trump nəhayət Rusiya-Ukrayna müharibəsində Rusiyanı təcavüzkar kimi tanıdı. Bu da onun Moskvaya qarşı mövqeyinin sərtləşdiyini göstərir. Bu barədə Politico nəşri yazıb. Nəşr bildirir ki, jurnalistlərlə danışan Trump Ukrayna və Rusiya hərbiçilərinin itkilərinə toxunaraq deyib. Bu həftə hər iki ölkədən 8000 əsgər həlak olub. Rusiyadan bir qədər çox, amma sən təcavüzkarsansa daha çox itki verirsən. Qeyd olunur ki, Trump daha əvvəl Rusiyanın işğalını qınamaqdan imtina etmişdi. Onun administrasiyası fevral ayında BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməsinə qarşı çıxaraq Rusiya və Şimali Koreya ilə eyni mövqedə dayanmışdı. Həmçinin Amerika G7-nin Rusiyanı təcavüzkar adlandıran bəyanatına da etiraz etmişdi. Rusiya-Ukrayna müharibəsindən 3 il yarım keçməsinə baxmayaraq, Amerika və Avropa İttifaqı hələ də Rusiyadan milyardlarla dollar dəyərində enerji və digər mallar idxal etməyə davam edir. Bu mallar sırasına mayeləşdirilmiş təbii qaz, zənginləşdirilmiş uran və digər resurslar daxildir. Bununla bağlı Reuters məlumat yayıb. Məlumatda qeyd olunur ki, Eurostatın məlumatına görə idxal və ixracla bağlı bir sıra məhdudiyyətlər tətbiq edildikdən sonra 2022-ci ilin 1-ci rübündən 2025-ci ilin 2-ci rübünə qədər Avropa İttifaqının Rusiyaya ixracı 61%, Rusiyadan idxalı isə 89% azalıb. Buna baxmayaraq Avropa İttifaqı hələ də Rusiya nefti, nikel, təbii qaz, gübrə, dəmir və poladını almaqda davam edir və onların ümumi ticarət dövriyyəsi 14,5 milyard avro təşkil edib. 2022-ci ilin yanvarından bəri Amerika Rusiyadan ümumilikdə 24,5 milyard dollar dəyərində məhsul idxal edib. Ukraynanın Rusiya neft emalı zavodlarına, onların terminallarına və neft anbarlarına zərbələri bu ölkənin neft sənayesinə əhəmiyyətli dərəcədə ziyan vurub və bu, müharibəni əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bunu Ukrayna prezidenti Volodimir Zelenski çıxışında deyib. Ən təsirli sanksiyalar, ən sürətli hərəkət edən sanksiyalar Rusiyanın neft emalı zavodlarına, onların terminallarına, neft anbarlarına zərbələrdir. Rusiya müharibəsi əslində neftin, qazın, bütün digər enerji resurslarının funksiyalarıdır, deyə Ukraynanın dövlət başçısı qeyd edib. O, Primorskda çox keyfiyyətli iş gördüyünə görə Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlarına təşəkkür edib. Baltik dənizində Rusiyanın ən böyük neft terminalında ciddi ziyan var. Ukrayna xüsusi təyinatlıları həmçinin Usluqa limanını və Rusiyanın dünya bazarına giriş üçün bütün digər nöqtələrini izləyirlər. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.